Keçdi yara. Sumqayıt Şamaxıya keçək. Sumqayıt Şamaq. Ha? Nə? Deyə, sözdə də oxşusan da gəl. Kamran yadıma düşdü. Bu o gün dünənlərim danışdım, deyirəm Kamran bəs bizim Denən bir verilişdə somsa gəl iştirak elədi. dedim dünən danışdım. Oradan nə deyir? Danışdım. Dedi ki, bəs mən gələ bilərəm, ancaq kartı göndərəcəm, kartı pul atıb. Oradan gələ bilir. Zarafat eləyirəm. Kamran maşallah heç bax belə məclislərdən yəni qaçan deyil, sadəcə verilişdən qorxur. Niyə? Ki burada nasıl suallar verərik və yaxud da nə edərik? Yəni ki bir dənə elə suallar verir. Belə suallar verir. verir. Milli komanda da işləyir axı. Həm də o Bizdə milli komanda ağıyıb Ruslar eləyir. Yəni bilirsən necə? O özünün öz dönəmində bir nömrə olub. Təbii. Necə? Hələ də bir nömrə. Hələ də Azərbaycan futbolunda, yəni Kamranın o tərəfə qapısı yox. Rıza Cəfərov gələcəkdə ola bilər. Özü də deyib ha, neçə dəfə. Hələçiydi. Özü də neçə dəfə deyir ki, məni sən əvəz eləyəcəksən layiqli şəkildə. Amma yaxşı qapıçılar perspektiva varsa qardaş, bunun özü də rayondan gəlib çıxıb da Bakıya. Dəvəçidən, indi Şabrandır. Bunu o vaxtı İslam Kərimov necə ki məni Mingəçevirdən 9 yaşımda mən getmişəm futbola, 10 yaşımda mənə Mingəçevirdən dəvət edib Bakıya və o 11-dən tutmuş, o 21-dən tutmuş milli komandaya kimi gəlib çıxmışam. İslam müəllimi, öpürəm sənin qara gözlərindən, təşəkkür bildirirəm sənə. Yəni o qədər Azərbaycan futboluna doğrudan da xeyirli futbolçular çıxardıb. Gedib Gəncədən tutmuş, nə bilim, Zaqataladan. Və indi o yoxdur, Ruslan. Elə sanki indi yoxdur. Var idi, bir sən nə vardılar? Allaha and olsun gedib məhəllədə, məhəllə oynayan futbolçulara bax belə gedirlər, əlində deyir məşqçilər gedirmişlər, dəftər, kitab. Baxır deyir, bax görürəm məhəllədə kimsə oyun çıxardır uşaq. Bala sən kim nə olursan? Salam adın nədir? Filankəs. Harda qalırsan? Deyəmi burada qalıram. Mən futbol müəllimiyəm. Gedə bir dənə bir atomla söhbət edir. Gedirmiş evlərinə, qapılarını döyürmüş, salam verir ki, bəs mən filankəs o filankəs. Məsələn də İslam Kərimov. Sizin uşağınıza elə baxıram məhəllədə görürəm, məsələn, yaxşı oynayır. Bunun istedadı var da, bu futbolçu ola bilər, qardaş. Bunu istəyirəm, götürəm, aparam, Neftçidə işləyirdim. Rəndəliyə daha yaxşı futbolçu. Gəlsin, profesional futbolçu olsun, Quranlan da olsun, o qədər elə uşaqları çıxardı. Bəs nəyəm odur da, indi yoxdur, indi o seleksiya işləri yoxdur. İndi harada çıxartsın, indi gedirsən uşaq orada, nə bilim, telefondadılar, pes, oradan granata, bildim oradan şeylə sağdan vurdular. Kes oradan şeylə, mənə canım getdi, PUBG oynayırlar, nə ağarırlar. Məhəlləyə düşürlər, gedə futbol, futbol, PlayStation. PlayStation son şey qabarı deyil. Oradan da bax, oradan bax, bizim uşaqlar. Qabaq o şeylər yox idi, biz məhəllədə bütün gün futbol oynayırdıq. İndiki dövrün, indiki nəslin uşaqları. Stadionlar var idi məhəllələrdə. İndi qarajlar tikir. Məhəllə-məhəlləyə futbol. Məhəllə. Hava qaralana kimi futbol qırğın düşürdü. Jeklər arası çempionata kişi. Mingəçevirdə Qurana and olsun neçə dənə jeklər yox idi. Jeklər arası çempionat keçirilirdi. Yəni jek də bilsən nə deməkdir? Tutaq ki, Montinə baxan jek, tutaq ki, Gəncliyə baxan jek. Montindən Gəncliyə oynayır. Nə bilim, məktəblər arası çempionat, məhəllələr arası yarış çempionat. Məhəllə dava qırğın gedir. İndi gör futbol oynamaq istəyən nə qədər uşaq var. İndi stadionlar tikilib pullandı. Uşaq da gedib pul verib gəlib ora saatlıq kimdə pul verib oynayır. Nəsə deyirdin, nəsə deyirdin. Kamrandan oradan gəldi yardım. Kamranda deyir gələcəm. Qapıçılardan nəyi demək istəyir? Hansısa verilişdə də danışırıq. Adların 8 istedadlı qapıçılar var. Sadəcə olaraq biraz pişməlidirlər. Amma Kamran da oradan da neçə illərdir Azərbaycan düzdür, biraz kökəlib eləyib. Artıq çəkisi var. Arada futbollara da çağırır, gəlib qaça bilmir. Qabaq qaçırdı. Yəni deməyim odur ki, söz verib mənə dedi gələcəm. Gəlsin də gəlsin, danışsın. Kamran salam olsun sənə. Danışırıq. Millinin oyunları da onsuz da qutarıb zaten. Millidən suallar verməliyik məsələn. Lap belə də ki, verginə. Nədə? Nə deyəcək, nə reallıq nədir? Necə ki, Qara Qarayev cürətli şəkildə fikrini bildirdi milli komanda ilə bağlı. Biz həmişə Kamran Ağayevi qətiyyətli, cürətli bir şəxs kimi tanımışıq. Gəlib sözün düzün deyəcək. Yəni nə çatmır futbolumuzda, nə lazımdır inkişaf üçün? Hə, elə ona görə. Sözün düzünü, nə bilim, haqqını tələb eləyən, kiminsə problemi var, gedib oradan nə bilim, kimdənsə dalaşır, nə bilim, nə edir, maaşını gecikdirirlər, Kamran getdən danış ondan görə o nə oldu, Kamran bu bundan nə bilim yola getmir, gör nə oldu. Hər də belə verirdilər qabağa kapitan kimi gedirdi. Yəni rəhbərliklə üzgöz olurdu, bildin necə? O birisilər dururdu qıraqda. Bizim oğlumuz. Problem yaşayan Kamran olur. Axırda da başında çatlayan Kamran olur. Yəni həmişə komanda üçün, komanda yoldaşıdır, can yandıran olur.